120-ci suala baxırıq. Deməli, 120-ci sualda bizə nə verib? Kök altında 4-cü dərəcədən 2 kök altda 5 çıxılsın 4 vurulsun. 4-cü dərəcədən 2 kök altda 5 üstəgəl 4. Aşağıda isə kök altda 2 deyir. Bu ifadənin qiymətini hesablayın. Bu ifadənin qiymətini hesablamaq üçün eyni dərəcələrdir deyə mən bunları birləşdirəcəm. Alacam 2 kök altda 5 çıx 4. Bir də 2 kök altda 5 üstəgəl 4. Bunları bir-birinə vurdum. Məxrəcə də kök altda 2-mi yazdım. Bərabərdir. 4-cü dərəcədən hansı düstur almışıq uşaqlar? A çıx B, A üstəgəl B. Yəni 2 kök altda 5-in kvadratı çıxılsın 4-ün kvadratı. Aşağıda da oldu kök altda 2. Düzdür? Bərabərdir. 4-cü dərəcədən 2 kök altda 5-in kvadratı, 2-nin kvadratı 4, kök altda 5-in kvadratı 5, 4 vur 5 elədi 20, çıxılsın 16. Burada da kök altda 2. Uşaqlar, nə aldım? 4-cü dərəcədən 4. Bəzən bunu uşaq dayanır ki, əvsün, neyəcəm? 4-ü nəyəsə gətirə bilirsən də, faksən 4, 2 üstü 2-dir. Belə yaz. Və bunların hər ikisini nəyə böləcəksən? 2-yə. 2-yə böldüm, qaldı 2-ci dərəcədən bunu bilirsiniz, yazmırıq. Üstündə də 2 bölü 2, 2 üstü 1, yəni 2 aldım. Kök altda 2-ni də kök altda 2-yə böldüm, 1. Deməli, 120-ci sualda cavabımız oldu 1. Aha. Baxıram 121-ə. 121-ci sualda 6-cı dərəcədən 9 üstəgəlsin 4 kök altda 5 vurulsun. 3-cü dərəcədən kök altda 5 çıxılsın 2 ifadəsinin qiymətini tapın. Mən bu kökləri birləşdirmək üçün dərəcələri neynəməliyəm uşaqlar? Eyniləşdirməliyəm. Yəni bu 3-ü nəyə gətirməliyik? 2-yə. O zaman deməli mən bunu da vurmalıyam 2-yə. Bunu da nəyə yüksəltməliyəm? Kvadrata da, doğrudur. Artıq birləşdirə bilərəm. 6-cı dərəcədən 9 üstəgəl 4 kök altda 5 vurulsun. Rümü tərziyə alıram. Və bax bunun nəyi kvadratı? Onu da gəlin hesablayaq. Birincinin kvadratı çıxılsın 2 vur 1-ci vur 2-ci 2 vur 2 vur 2 kök altda 5. Üstə gəlsin nəyə uşaqlar? 2-nin kvadratı. A çıx B-nin kvadratı kimi açsın da təbii ki. 6-cı dərəcədən 9 üstə gəlsin 4 kök altda 5 vurulsun. Kök altda 5-in kvadratı 5 eləyir. 5-in də üstünə 4 gələndə 9. 9 çıxılsın 4 kök altda 5. Aldıq. Və gördük ki, bunlar da qoşma ədədlərdir. Necə açacam? Birincinin kvadratı çıxılsın ikincinin kvadratı. 6-cı dərəcədən 9-un kvadratı 81, 4-ün kvadratı 16, kök altda 5-in kvadratı 5. 6-cı dərəcədən 81 çıx 80. Bu da alınır ki, 6-cı dərəcədən 1. Deməli, 1-in üstü 1-dən də bilirik ki, bütün köklərdən nə çıxır? 1 çıxır. 121-də də cavabımız oldu 1. Növbəti sualımıza keçid edirəm. Eyni sualdır. Artıq bunu siz yazacaqsınız 122. Mən baxıram 123-ə. 123. 123-də mənə nə verib? Deməli, x bərabərdir 3 çıxılsın kök altda 3 olarsa, x üstə gəl kök altda 3 vurulsun x-in kvadratı çıx 6x üstə gəl 9-u deyir hesabla. Uşaqlar, belə suallarda yerinə qoyub hesablamaq, yəni ən pis ağla gələn yoldur da, deyək ki, ən çətin yoldur. Çünki daha sadə yol var. Ədədin biraz kök altı ədəd olduğuna görə bunu deyirəm. Mən burada bir düstur görürəm təbii ki. Nədir bu? Bunu qeyd edək birinci. X çıxılsın 3-ün kvadratı. Müxtəsər düsturu. X kvadratı 9-dur, 3-ün kvadratı bir-birinin hasinin 2-misidir. Deməli, bu A çıx B-nin, yəni X çıx 3-ün kvadratıdır. İndi artıq qoya bilərəm yerinə. İndi yerinə qoyanda çünki görürəm ki, burada ixtisarlar gedəcək. Bu x-in yerinə nə qoyacam? 3 çıx kök altda 3. Qoydum x-in yerinə. Arxasıca nə gəlir? Üstəgəl kök altda 3. İkinci mötərizəmdə x-in yerinə nə qoyacam? Yuxarıda 3 çıx kök altda 3. Misalın dalınca nə gəlir? Çıxılsın 3. Kvadratı. Baxın, indi təbii ki, sadələşdirəm əvvəlcə. Mənfi 3 kök altda 3-lə müsbət kök altda 3 getdi. 3 qaldı. Burada da 3'lər gedir, qalır mənfi kök altda 3-ün kvadratı. Mənfi ədədin kvadratı müsbət edir bilirik, köklərin kvadrat gedir, qalır 3.
3'ü də vururuq 3-ə, edir 9. Deməli 123-də cavabımız oldu 9. 124 eynidir, özünüz yazırsınız. 125'ə baxıram. 125, 126 indi, 125 yazıram. 125 x üstəgənsin, x bərabərdir 2 üstəgənsin kök altda 5, x kvadratı çıx 4x üstəgəl 3. Bayaq dediyim kimi yenə yerinə qoyaram, amma biraz uzun gedəcək, daha qısa yol. Təbii ki, bunu vuruqlara ayır. Gözü bayaq da vuruqlara ayırıb qoydum. İndi də vuruqlara ayıracağım da. Viet teoreminə görə vuruqlara ayıra bilərik. x1 üstəgəl x2 bərabərdir 4-ə, x1 vur x2 bərabərdir 3-ə. Deməli, bizim köklərimiz 1 və 3'dür. Yazıram. 1 və 3'dürsə, çıxırıq da o köklər buradan. Deməli, bu x çıx 1, x çıx 3'dür. Və indi mən onu yerinə rahatlıqla qoyaram. Yerinə qoyuram. 2 üstəgəl kök altda 5 idi də, düzdür. X kvadratı çıx 4x üstəgəl üstə, düz yazmışıq. 2 üstəgənsin kök altda 5 çıxılsın 1. Burada da yenə 2 üstəgəl kök altda 5 çıxılsın 3. İndi hesablayacağım. 2-dən 1'i çıxdım, nə elədi? 1 üstəgəl kök altda 5. 2-dən 3'ü çıxdım, mənfi 1 üstəgəl kök altda 5. Uşaqlar, bu nədir? A minus B, A plus B-in bunu qəşəng yazım görəcəksiniz. İkisində də eyni işarəli olan ədədləri birinci yazsaz, görəcəksiniz ki, bu A üstəgəl B, A çıx B düsturudur. Bu da nə idi? Kök altda 5'in kvadratı çıx 1'in kvadratı. 5 çıx 1, cavab da elədi 4. Deməli, 125-ci sualda cavabımız oldu 4. Keçirəm 127-yə. 126'da da görürsünüz eynidir. Artıq mən vuruqlara ayırmışam, siz yerinə qoyacaqsınız. A-nın hansı qiymətində kök altda A çıx 5 bölünsün A çıxılsın 25 kəsri ən böyük qiymətini alar. Deməli, kəsrin bizdən ən böyük qiymətini istəyir. Düzdürmü? Əslində biz bunu vuruqlara ayıra bilərik. Yəni, aşağını necə yaza bilərəm? Gəlin, baxaq. Yaza bilərəm ki, mən kök altda A-dan tutdum ki, A, kök altda A-nın kvadratı kimi yaza bilərəm. 25 də 5'in kvadratıdır da. Bunda 5'in kvadratı kimi yazacağım. O zaman bu kvadratlar fərqi olarmı? Kök altda A çıx 5, olar kök altda A üstəgəl 5, düzdür. Bu da eləyəcək kök altda A çıx 5. Bunları ixtisar aparacağım. Təbii ki, qiymət soruşduğuna görə kök altda A çıx 5 bərabər deyil 0-a. Kök altda A da bərabər deyil 5'ə. Yəni A burada 25 ola bilməz. Yadınızda saxlayaq. Nə qaldı bizdə? 1 bölünsün, kök altda A üstəgənsin 5. İndi gedirəm sualımı oxuyuram. Deyir, A-nın hansı qiymətində bu kəsr ən böyük qiymət alır? Kəsrimə baxıram, necə kəsirdir? Məxrəcdə toplama və görürəm ki, 1 bölünsün, düzdürmü? İndi mən bura təbii ki, 0-dan böyük ədədlər qoya bilərəm də, 0-ın özündə qoya bilərəm, düzdür uşaqlar? Çünki kökün altı müsbət olmalıdır. Mən bura 0 qoysam eləyəcək 5'də 1 cavabım. 1 qoysam eləyəcək 6'da 1. 2 qoysam olacaq 1 plus kök altda 5 bölü 2. Nəysə də məxrəcim şişə-şişə, böyyə-böyyə gedəcək. Surətləri bərabər olan kəsrlərdən məxrəci kiçik olan ən böyükdür də, düzdür? Yəni 5'dən ki, ən kiçik 5 olacaq da mənim məxrəcim. Məxrəclər getdikcə böyüyəcək axı, çünki A burada müsbət ədəddir axı. Məxrəcim böyüksə, kəsrimin qiyməti də kiçik olur. Məxrəcim kiçiksə, kəsrimin qiyməti də ən böyük olur. O zaman deməli, burada mənə ən böyük deyirdi. O da 5'də 1 alınanda oldu. Yəni, A-nın yerinə mən 0 qoysam, mənim kəsrimin qiyməti ən böyük olacaq. 5'də 1 yəni. Getdikcə məxrəcim böyüdüyümə görə kəsrimin qiyməti balacalaşır. Müqayisədə, çünki surətləri bərabər olan kəsrlərdən bilirdikdə məxrəci kiçik olan böyükdür. Deməli, cavabımız oldu 0. Aha, keçirik neçəyə? 128. İndi 129'a baxıram. Bizə deyir ki, kök altda x üstəgənsin 1 bölü kök altda x. İmtahanlarda düşür, diqqətli olaq. X üstəgəl 1 bölü x-in qiymətini tapın. Yaxşı, baxaq. Kök altda x üstəgəl 1 bölü kök altda x-i verib, məndən onun elə bilin ki, baxın, bu sualı mən belə başa düşürəm də, analiz edəndə. Baxıram ki, bax, bu bunun kvadratıdır, bu da bunun kvadratıdır. Deməli, mən bu misalımı kvadrata yüksəldim də. Niyə eləmirəm? Yüksəldim. Hər tərəfini belə mötərizədə kvadrata yüksəldəcəm. Aldım birincinin kvadratı üstəgəl 2 vur birinci vur ikinci.
üstəgəlsin ikincinin kvadratı. Düzdür? Bərabərdir 9-a. Kök adda x-in kvadratı x. Üstəgəl. Bunlar bir-birini apardı. 2. Burada da oldu nə? 1 böl x. Bərabərdir 9-a. Və alıram ki, x üstəgəl 1 böl x bərabər imiş. 9 çıx 2, yəni 7. Sonra gedirəm ki, deməli məndən elə bunu istəyirmiş. Cavab oldu 7. 129-da. Yəni, mən gördünüz nə elədim? Kvadrata yüksəldim. Kvadrata yüksəldiyində uşaqlar bəzən belə deyirlər. Hə, bunun kvadratı, bunun kvadratı, bunun kvadratı. İndi özləri də baxıb deyəcəklər. Təbii ki, elə olmur. Mötərizədə yüksəltməliyik. Bu formada, uşaqlar bu formada yüksəltmək lazımdır. Hər tərəfi yüksəldirəm. Mən o artıq çox hədlədir axı. Ona görə onu mötərizəyə almalıyam. 131. 8 kök adda x üstəgəlsin x bərabərdir 16. 4 üstəgəl kök adda x, 4 çıxılsın kök adda x, çıxılsın 4 çıx kök adda x-i bölürəm 4 üstəgəl kök adda x-i. Uşaqlar, mən bunları ortaq məxrəcə gətirəcəm birinci. Ortaq məxrəc nədir uşaqlar? Bunların hasilləri. Hasilləridir, çünki fərqlidir. O zaman deməli mən bunu nəyə vuracam? 4 üstəgəl kök adda x-a vururam. Olur 4 üstəgəl kök adda x-in kvadratı. Bunu da nəyə vurmuş sayılıram? 4 çıx kök adda x-a vururam. Ona görə də onun kvadratı olur. Və açıram. Aşağı a kvadratı çıx b kvadratı. 4-ün kvadratı 16. Kök adda x-in kvadratı x. Yuxarı a plus b-nin kvadratı kimi açsam. 16 üstəgəl 2 vur 4 vur. Kök adda x. Üstəgəl kök adda x-in kvadratı nədir? X. Çıxılsın 4-ün kvadratı 16 üstəgəl. Niyə üstəgəl? Çünki qabaqda çıxma var deyə bu əksinə fırlanır. Üstəgəl x. Üstəgəl yox, çıx x. Aha. Uşaqlar, baxaq nələr gedir yuxarıda. 16-lar getdi. X-lar getdi. Düzdürmü? Qaldı bu. 2 vur 4, 8. 8 kök adda x, 8 kök adda x. Nə elədi? 16 kök adda x. Düzdür. Aşağıda da 16 çıx x. İndi gedirəm yuxarıda verilənə. Mən bunu bu tərəfə keçsəm, nə olacaq? 8 kök adda x bərabərdir 16 çıx x-da. Deməli, 16 çıx x-in yerinə nə yaza bilərəm? 8 kök adda x. Yuxarıda da 16 kök adda x. Neyniyəcəm bunları? İxtisara aparacam kök adda x-ları. 16-nı da 8-ə böləcəm. Cavabımı alacam 2. Deməli, 131-ci sualda cavabımız oldu 2. Aha. Baxıram 132 fərqli olduğuna görə ona. A bərabərdir kök altında 6 üstəgəlsin 2 vur kök altında. Mötərizənin içində 1 çıxılsın kök adda 3-ün kvadratı. Uşaqlar. Deməli, burada mən bunu apara bilərəm. Bu köklə bu kvadratı apardım. 6 üstəgəlsin 2 vur. Modulda 1 çıx kök adda 3. Düzdürmü? Modul işarəsi mənfidir. Çünki 1 kök adda 3-dən balacadır. Ona görə əksini açırıq. Əksini açırıq, yəni olur mənfi 1. Belə yazaq da. Əksini açırıq. Bunu bura çıx yazacam onda uşaqlar. Bax, əksi qabağa verdim mənfini. Açaq o zaman. Nə aldım? 6 çıx 2 üstəgəl 2 kök adda 3. O da elədi nə? 4 üstəgəl 2 kök adda 3. İndi mən bunu sizə indi başa salacam. Bunu mən çıxartmalıyam kök altından. Bunu necə düşünürsünüz? Deməli, bu misal nəyinsə kvadratıdır ki, bundan ixtisar gedib çıxmalıdır da kökdən, düz deyil. O zaman bu sərbəst olan ədəd, yəni sizin tam ədədiniz olur a kvadratı plus b kvadratı. Çünki bunun açılışı nədir? A kvadratı plus b kvadratı plus 2ab-dir, hə? Bu 2-yə vurulmuş hissə isə, yəni bir-birinə vurulmuş hissə isə olur sizin irrasional olan hissəniz. Yəni bunu aşağıdan köçürürsünüz. A kvadratı üstəgəl b kvadratı bərabər olur 4-ə, 2ab də bərabər olur 2 kök adda 3-ə. Hər tərəfi buradan 2-yə bölürəm. Alıram a vur b bərabərdir kök adda 3. A kvadrat üstəgəl b kvadrat da 4. Şola nəyə vursaq kök adda 3 eləyər? 1-i kök adda 3-ə. Görək ödəyirmü? 1-in kvadratı üstəgəl kök adda 3-ün kvadratı. Hə, elədi 4. Deməli, a ilə b 1-lə kök adda 3 imiş. O zaman biz tapdıq ki, əslində bu 1 üstəgəl kök adda 3-ün kvadratıymış.
Bundan da bu gedəcək kvadrat. Modulda 1 üstəgəl kök 63. Bu da müsbət ədəddir deyə necə açacağım? Olduğu kimi açacağım. İndi sualda bizdə bunun tam hissəsini istəyir. Tam hissəsini tapmaq üçün kök altda 3 üstəgəl 1-i təqribi hesablayıram. Kök altda 3-dən nə çıxır? 1 tam neçəsə 2-dən 4-dən balacadır. Kök altda 3 kök altda 1 ilə kök altda 4-ün arasındadır deyə 1 tam neçəsədir. Üstəgəl 1 2 tam neçəsə. 2 tam neçəsənin də tam hissəsi nədir? 2. Deməli burada da elə bizim cavabımız oldu 132-də 2. 133. Kök altında 200 üstə gəlsin kök altda 18 çıxılsın kök altda 242 böl kök altda 2. Bu sual 11-lərin buraxılış imtahanına düşüb. Bu misalı həll eləmək üçün təbii ki, mən bu ədədi parçalamalıyam. 200-ün yerinə 100 vur 2, təbii ki, 200 vur 2 ağla gəlir ki, 100-dən 10 çıxır. 2-ni tutdumsa, o birlərin də deməli içində 2 var. 9 vur 2 yazmalıyam. Bunu da bir dənə 2-yə bölsəm, aha, 121 vur 2-dir. Əla. Deməli, bu 100-dən nə çıxacaq? 10 kök altda 2. Bu 9 çıxır çölə. 3 kök altda 2. 121 çıxır çölə. 11 kök altda 2. Bölünsün kök altda 2. 10'un üstünə 3 gəldim. 13 kök altda 2. Çıxdım 11 aldım. 2 kök altda 2. Bölməni də belə yazıram kəsirlə. Kök altda 2'lər də gedir. Yenə cavabda gördük ki, nə aldıq? 133'də 2. 134. Fərqli suallar deyə burada ardıcıl gedirəm. 11'in kvadratı çıx 9'un kvadratı. Aşağıda isə kök altında 13'ün kvadratı çıxılsın 12'nin kvadratı. Bunu hesablayacağım. Deməli, baxıram ki, 3-cü dərəcədən 11'in kvadratı 121 çıxılsın 9'un kvadratı. Bizə hesapladım artıq mən bunu. 81. Aşağıda da 13'ün kvadratı 169'dan çıxıram 144. 121'dən 81 çıxdım kök altında 40. Aşağıda isə 169'dan 144 çıxdım. Nə aldım? Kök altında 85. Düzdür? 85 nədir? Kök altında 25. Təbii ki, bu Pifagor ədədi idi də gördüyünüz kimi 13'ün kvadratı çıx 12'nin kvadratı. Pifagor rəqəmidir, doğrudur. Nə aldıq? 3-cü dərəcədən 40 bölünsün 5. Uşaqlar, bu da nə aldıq? 8. Nəyin kubu? 8'dir. 2'nin kubu 8'dir. Bunlar da bir-birini aparır. 3-cü dərəcə olanda modulda çıxartmırıq tək dərəcələrdə. Yenə cavabımız nə oldu? 2. Suallarımızın 4-cü ardıcıl cavabı nə idi? 2 idi. Keçirik növbəti sualımıza. 135-136 eynidir. 135 izah edirəm. 14 üstəgəl 6 kök altda 5 bölünsün 3 çıxılsın kök altda 5 üstü mənfi 2. Bu mənfi nə deməkdir? Bu deməkdir ki, bunu nə etməliyik biz? Yuxarı qaldırmalıyıq. Bəli. 14 üstəgəl 6 kök altda 5-i artıq mötərizəyalım, çünki yanına nəsə gətirirəm. 3 çıx kök altda 5'in kvadratı. Elə bil bu mənfi mənası odur ki, bunu qaldır yuxarıya, üstündə də bu 2'ni yaz. Bu 2'ni eləyəcəm indi mən, açacağım təbii ki. 14 üstəgəl 6 kök altda 5 ilə işim yoxdur. Bunu açıram. A kvadratı çıxılsın 2AB üstəgəl B kvadratı. Yəni 14 üstəgəl 6 kök altda 5 vurulsun 9 üstəgəl kök altda 5'in kvadratı 5 elədir. 14 çıx 6 kök altda 5. Gördük ki, bu da nəymiş uşaqlar? A üstəgəl B, A çıx B. Yəni 14'ün kvadratı çıxılsın 6 kök altda 5'in kvadratı. Təcil olaraq zaryatkaya qoşmalıyam. Bir dəqiqə, üzrlü sayın. Bir saniye. Aha.
Deməli 14-ün kvadratı neçə elədi? 196. 6-nın kvadratı 36 vurulsun 5. Bu da elədi 180. 196-dan da çıxırıq nəyini? 180-ini. Burada da eləyir 16. Bir saniyə gözləyin. Deməli burada cavabımız 135-də aldıq nə? 16. Bu qədər. 136 eynidir. İndi baxıram. 137, 138 eynidir 137-yə. 137 də baxaq, yaxınlaşdıraq biraz. Y bərabərdir mənfi 3-cü dərəcədən 5. Y kvadratı üstəgəlsin 2a. Y üstü 4 çıxılsın 2a y kvadratı. Üstəgəlsin 4a kvadratı çıx 8a-nın kubu. Baxıram. Mən baxdım ki bunun kvadratıdır. 4a kvadratı 2a-nın kvadratıdır. Bu isə bu ikisinin hasilidir. Deməli bu a kubu üstəgəl b kubu düsturu olacaq da. Çıxılsın 8a-nın kubu. Görürsünüz, əvvəlcə misalı sadələşdirdim. Y üstü 6 üstəgəl 8a kubu çıx 8a kubu. Əla, bunlar ixtisar getdi. Cavabda qaldı y üstü 6. İndi qoyacam yerinə. Y-ın yerinə nə qoyacam? Mənfi 3-cü dərəcədən 5 üstü 6. Yəni, mənfi ədədin üstü 6 uşaqlar nə eləyəcək? Müsbət 3. Bunu 5 üstü 6 içəri yaza bilərəm. Bunların hər ikisini nəyə bölürəm uşaqlar? 3-ə. 3-ə böldüm, bu kök getdi. 6-nı da 3-ə böldüm, 5 üstü 2. Yəni, cavabım oldu nə? 25. 137-də. 139-a baxıram. Aha, 139. A kvadratı üstəgəl kök altda. A kvadratı üstəgəl 21 çıxılsın. Yığır. Kök altında A kvadratı üstəgəl 5 bərabərdir 2-dirsə, deyir kök altda A kvadratı üstəgəl 21 üstəgəl kök altda A kvadratı üstəgəl 5. Bəs neçədir? Bilmirəm neçədir. Amma mən onların qoşma olduğunu hal-hazırda görürəm. Məndən bunu soruşur. Soruşduğuna görə x yazdım. Mən bunları vurmalıyam da. Uşaqlar vursam, qoşmanı vursam kök gedir də, düzdür. Ona görə mən vuracam bunları. Ya sizin üçün götürdürəm, bax altada. Vurmanı da göstərirəm. Kök altında A kvadratı üstəgəl 21, üstəgəl kök altında A kvadratı üstəgəl 5 bərabərdir 2 vur x. Onda olacaq birincinin kvadratı çıxılsın ikincinin kvadratı bərabərdir 2 vur x. Getdi A kvadratı üstəgəl 21 çıxılsın. Bu da gedir. A kvadratı çıx 5-a üstəgəl 5 yox çıxmadı. Hər ikisinin əksinə yazırsan. Bərabərdir 2x-a. A kvadratları gedir. 21-dən də 5-i çıxıram 16. 16 bərabərdir 2x. Mən x-i axtarırdım axı. X da bərabərdir 8-ə. 139-da cavabımız 8. Uşaqlar, bu sualda buraxılışa düşmüş sualdır. 139-cu sual. 140-cı sualda imtahanlarda. Bax, hansıları deyirəmsə, onlara mütləq yaxşı fikir verin. 140-a da yaxşı diqqətlə baxaq. B üstəgəl kök altda 5, görürsünüz ondan var yenə 141-i yazarsınız. Çıx 3 bərabərdir 0. 2b kvadratı çıxılsın 14b üstəgəl 29 ifadəsinin qiymətini hesablayın. Uşaqlar, diqqətlə baxsam, burada b böyükdür 0-dan vermişəm. Deməli, bunu hesablamaq üçün mən əlaqə yaradacağım misalımla. Baxıram ki, b üstəgəl kök altda b çıx 3. Kök altı var deyə mən aşağıda vuruqları ayırsam da orada kök, yəni görürsünüz 3 dənədir, heç burada kök yoxdur. Deməli, mən burada sadələşdirmə apara bilərəm o zaman. Kök altı mənə üçün narahat edir də. Mən kökü tək saxlayıb kvadrata yüksəldim ki, bir dəfəlik kökdən canımı qurtarım. Yoxsa mən burada yüksəltsəm, yenə o kök qalacaq. Ona görə kök altını tək saxlayıram uşaqlar burada. Keçirəm o yanındakıları sağ tərəfə. Mənfi 3 keçirdim sağ tərəfə oldu 3. B-ni də keçirdim oldu 3 çıx B. Və bu misalı nə edirəm? Kvadrata yüksəldirəm. Kök altda B-nin kvadratı B. 3 çıx B-nin kvadratı da 9 çıxılsın 6B üstəgəl B kvadratı.
Düzdürmü? Və bu tərəfə yıxsam, b-ni alacam nə? B kvadratı çıx 6b çıx b üstəgəl 9. Düzdür? Bərabərdir 0-da. Yəni b kvadratı çıx 7b üstəgəl 9 bərabərdir 0 bir şey aldım. İndi gedirəm bax bunun üstünə. Verilənin üstünə köçürürəm. 2-ni ortaq vuruq çıxardaram bu birinci və ikincidən. Görərəm ki 2 vur b kvadratı çıx 7b. Aha, yuxarıda da var bu məndə. Deməli, mən burada 9-u atmalıyam o tərəfə. İndi buradan siləcəm. Yazacam -9. 0-dan 9 çıxdım, -9. Üstəgəl 29. Bu misalımda bunu köçürdüm, baxın. 2-ni çıxartdım, ortaq vuruq. Bu birinci ilə ikincidən. B kvadrat çıx 7B üstəgəl 29. Bərabərdir. Gördüm ki, B kvadrat çıx 7B'nin cavabı nə oldu? -9. Yazacam 2 vur -9 üstə gəlsin 29. -18-in üstünə də 29 gəlirəm. Cavab edir 11. Deməli, 140-cı sualımızın cavabı 11 idi. Mən bir dənə burada bir şeyə fikir vermədim. Orada nəyə? Burada bizdə nə yazmışdı? B böyükdür 0. Hə, onu niyə yazmışdı? Uşaqlar, çünki bu kök altı ifadə var burada. B böyükdür 0, düzdür. Kökdə təbii ki, bizim B-mizi də mənfədə də olmazsa təbii ki, təyin oblasının əsası. 142. Kök altında 2x çıx 6 üstə gəlsin. Kök altında 12 çıx 4x üstə gəl 12x bölünsün 12x x çıxılsın 1 ifadəsinin mümkün həqiqi qiymətlərini tapın. Hə. Təbii ki, bu təyin oblasına aid sualdır. Mən baxıram ki, burada kökün altında bir də məxrəcdə mənə problem yaradan bir şeylər ola bilər. Bu 12x ürəyi nə istəyir verə bilərəm. Amma birinci yazdığım, ikinci yazdığım, üçüncü yazdığım hissələrə hər şey verə bilmərəm. Ona görə təyin oblasları yazıram uşaqlar. Yazıram. 2x çıx 6 böyük bərabərdir 0 olmalıdır. 0-ın üstünə 6 gəldim 6. X böyük bərabərdir 3. 1 aldım bunu. İkinci, bu 1. İkincidən nə olmalıdır yenə? Kökün altı ümumiyyətlə nə olmalıdır demişik, müsbət kvadrat köklü deyə. -4x böyük bərabərdir 0-dan 12 çıxdım, -12. Bərabərsizliyin hər tərəfini mənfiyə bölürüksə, işarəni əksinə dəyişirik. -4-ə böldüyümə görə. -12-ni də -4-ə böləndə 3. Sonra burada deyir x 3-dən böyük bərabər olmalıdır. Burada deyir 3-dən kiçik bərabər olmalıdır. Deməli, yalnız 3-ü götürəcəm də, hər ikisini ödəyəm burada, düzdürmü? Yəni, digər hallar mümkün deyil. Sonra baxıram neçəyə? Dediyim kimi, mən məxrəcə baxıram. Məxrəcdə isə nəyi götürməyə bilərəm? Yəni olmamalıdır məxrəcdə. Məxrəcdə isə x çıx 1 bərabər deyil 0, yəni x bərabər deyil 1. Hə, deməli bu 3 ödədi də hamısını. Yəni məxrəcə qoysam problem yaşamıram. 3-dən 1 çıxsam 2 0 eləmədi. Surətdəki köklərə qoya bilərəm. Düzdürmü? Yəni 3-ünün də ortaq qərarım, yəni cavabım oldu 3. Düzdür, məxrəcə hər şeyi qoya bilirəm, amma məxrəcə 1-dən başqa hər şeyi qoya bilərəm. Amma gətirib bura mən 2 qoya bilərəm dostlar. Xeyr, mənfi olacaq. Ona görə yalnız ödəyən cavab 3-dür. Mənə də deyir ifadənin mümkün həqiqi qiymətini tapın. X-i yerinə qoyub mən cavabı tapmalıyam. Yəni x-in yerinə 3 qoyacam, tapacam. Deməli 3-ü qoyuram o zaman uşaqlar. Bura onsuz da 0 eləyəcək, bura da 0 eləyəcək. Düzdür? Baxın 2 vur 3 6, altdan 6 çıxdım 0. Bu da 0-a çevirən qiyməti idi də 0. O zaman 0 üstə gəl 0, üstə gəl 12 vur 3, bölünsün 3 çıxılsın 1. 36-nı da bölürəm 2-yə, cavabda alıram 18. Deməli, bu misalımızın da cavabı oldu 18. Keçdim, ətraflı yazı tələb edən 143, 144 eynidir, 143-ə baxacam. A böyükdür 2-dən, A kvadratı 2 çıx A
Burada da 1 böl a üstə gəlsin 4 vurulsun 1 çıx a böl a kubu görürəm. Mən bu sadələşdirməyi istəyir də məndən, düzdürmü? Yəni mən kökün içərisini neyniyəcəm? Sadələşdirəcəm. Baxaq biz bunu necə eləyək uşaqlar? İki cür eləyə bilərik. Əslində 2 çıx a-nı içəri də sala bilərik ya da ortaq məxrəcə gətirə bilərik. Gəlin içərini ortaq məxrəcə gətirək. Ortaq məxrəc nədir? A kubudur da, düzdür. A kubu. A kubunu böldüm a-ya nə elədi? A kvadratı. A kvadratı üstə gəl 4 çıxılsın 4a aldım. Bu da qəşəng bir düsturdur. Yerini dəyişsəm mən bunların. Çıx 4a üstə gəl 4-dür də. Hə, yazıram onu indi. Çıx 4a üstə gəl 4 idi. Mən bunların yerini dəyişdim. Gördüyünüz kimi nə oldu? Bu oldu a çıx 2'nin kvadratı. Bu da a kubudur. A kubunu kökdən çıxartmaq üçün a kvadratı vura yazıram. Nələr çıxacaq? Üstündə kvadrat olanlar çıxır. Amma 1 böl kök altda a qalacaq. Deməli a kvadratı vur 2 çıx a. Təbii ki, bunları da modulda çıxarıram ilk öncə. A çıx 2 böl a. Burada da qaldı kök altında 1 böl a. Bu a məxrəcdədir. Modulu açmaq üçün mənə burada verib məsələmdəki a 2-dən böyükdür. A 2-dən böyüksə məsələn 3-dür. Qoyuram, müsbət alıram. 3 çıx 2 böl 3 müsbətdir. Yəni necə açacam? Olduğu kimi açacam. A kvadratı böl 2 çıx a vurulsun a çıx 2 böl a. Uşaqlar, bu a kvadratı ilə a-nın biri gedir burada qalır. Bunlar da gedir əks ədədlərdə -1 qalır. Yəni nə qaldı? -a vurulsun kök altında 1 böl a. Bu a-nı da salaram içəriyə. Mənfi qaldı çöldə, işarə qalır çöldə. A-nı kvadrata yüksəldirəm içəri salanda. Bunlar da a kvadratını a-ya böləndə qaldı nə? Mənfi kök altda a cavabımız. 143-də cavab mənfi kök altda a. 144-ü özünüz yazırsınız. 145 və 146-cı suallar immeni 146-nın özü blok imtahanına düşüb. 145-i deyirəm. Diqqətlə qulaq asıq. Kök altında 7 üstə gəlsin b bərabərdir 9 çıxılsın kök altında 11 çıxılsın b. Olarsa bizdən nə istəyir? Yuxarıda bunu yazıram sizə. Blok imtahanında düşüb 3-4 il əvvəl. Uşaqlar, mənə baxın. Burada hasildir. Düzdürmü? Bunları bir dənə yan-yana yazaq. Keçdim tərəfə. Mənfi də oldu müsbət. Mən buradan toplamadan hasilə necə keçə bilərəm? Təbii ki, misalı kvadrata yüksəlsəm. A plus b-dən a vur b-yə necə keçə bilərik? Onu ümumilikdə kvadrata yüksəltsəm, a kvadrat üstə gəl 2ab. Gördünüz, a vur b-yə keçid elədim. Deməli, misalı nəyə yüksəltməliyəm? Kvadrata. Birincinin kvadratı üstə gəl 2 vur birinci vur ikinci. Üstə gəlsin ikincinin kvadratı. Bərabərdir 81. Getdi 7 üstə gəlsin b. Üstə gəl 2 vur. Eyni kökə sala bilərəm. Bu da apardı 11 çıx b. Bərabərdir 81. Mənfi b ilə b getdi. 7-nin üstünə 11 gəldik 18. Üstə gəlsin 2 vur. Köçürdürəm olduğu kimi. Şöyle 81'dən çıxırıq deməli 18-ini eləyir 63. 63'ü də böləcəm 2-yə və mən cavabımı tapacağım. 31,5 bizim oldu cavabımız. Gördüğünüz kimi kvadrata yüksəldərək cavabımızı tapmış olduq. 147-ci suala baxaq. 147-də kök altında a çıxılsın, kök altında a 4-cü dərəcədən bərabərdir 3, a böyükdür 0. 4-cü dərəcədən a vurulsun, kök altında a üstə gəl 3, a üstə gəlsin 9, çıxılsın a kvadratı ifadəsinin qiymətini tapın. Aha, mən artıq gördüm. Deməli, baxın, burada mən bunu
digər tərəfə keçirdəcəm. Nə qalacaq? 3-ü də bu yana. Kök altda A çıx 3 bərabərdir 4-cü dərəcədən A. Bunu bu tərəfə keçirdim. 3-ü də onun yerinə keçirdim. Düzdür? Çox. Mən baxın bunun yerinə burada nə qoyacağam? Kök altda A çıx 3. Kök altda A çıx 3. Kök altında A çıx 3. Kök altda A üstəgəl 3 misal davam edirəm. A üstəgəl 9 çıx A kvadrat. Nədir bu? Birinci və ikinci. Kök altda A-nın kvadratı çıxılsın 3-ün kvadratı. A üstəgəl 9 çıxılsın A kvadrat. Kök altda A-nın kvadratı A, 3-ün kvadratı 9. A çıx 9, A üstəgəl 9 çıxılsın A-nın kvadratı. Bu da elədir A kvadratı çıx 81 çıx A kvadratı. A kvadratları getdi. Cavabda da qaldı -81. 148-də eynidir yazırıq. Və sonuncu sualımıza baxıram. 149. Deyir, n bərabərdir 15 olarsa, 4n kvadratı üstəgəl 4n üstəgəl 120 bölünsün. N üstü 4 üstəgəl 2n kubu üstəgəl n kvadratı. Artıq aşağıda yazan kimi görürəm ki, uşaqlar, n üstü 4, n kubu, n kvadratı ortaq vuruq var. Düzdür? Nədir ortaq vuruq? N kvadratını çıxardacam bu formada. N kvadratı vur, n kvadratı üstəgəl 2n, n kvadratına bölürsüz də bunları. Üstəgəl 1. Əla. Yuxarıya görürsüz, hələ ki dəymirəm, yuxarı ilə işim yoxdur. Birazdan onunla işim olacaq. Deməli, n kvadratından nə çıxacaq? N. Modulda çıxardım, ehtiyac yoxdur. Çünki n-in müsbət ədəddə artıq müsbətdir. Bu da nədir? Normalda bu da əslində nə idi? N kvadratı vur, n plus 1-in kvadratı. Düzdür? Buradan da nə çıxacaq? N plus 1. Yaxşı. Yerinə hələ qoymağa tələsməyin. Yuxarıda 4 vuruz, 4 n-i çıxardaram ikisindən. Onlar n plus 1 üstəgəl 120 bölünsün n vurursa. Siz bundan sonra da qoyub hesablaya bilərsiniz artıq siz. Amma mən daha da sadələşdirmək istəyirəm. Baxın, ayırıram, böləcəm. 4n, n plus 1-i bölürəm. N vur, n plus 1-ə. Üstəgəl 120 bölünsün, n vurulsun, n plus 1. Bu getdi. Rahat oldum artıq. 4 üstəgəl. İndi artıq yerinə qoyacam. N-in yerinə qoyuram 15. 15 vurulsun, özü mənə verib 15. 15 üstəgəl 1. Əla. 4 üstəgəl. 120-ni böldüm 15-ə 8. 8 böl 15-in də üstünə 1, 16. 4 üstəgəlsin 2-də 1. Bunları ixtisar elədik 8-ə. Cavab da elədi 4 tam 2-də 1. Yəni 4 tam 10-da 5. Bu qədər.